baxaq. Deməli, ev quşları və quşlar, ev heyvanları və quşları üçün yem tədarükü texnologiyası. Bax, ev quşları deyəndə biz nələrə aid edirik ora? Toyuqdur, Hind toyuğudur, ördəkdir, qazdır. Amma gövşəyən ev heyvanları deyəndə artıq bura inəkdir, keçidir, qoyundur, camışdır. Yəni bunlar nəzərdə tutulur. Məsəl üçün at da saxlayırıq, it də saxlayırıq, tutalım ki də kənd yerlərində, eşşək də saxlayırıq. Yəni ki, bunları gövşəyən ev heyvanlarına biz aid edə bilmərik. Gövşəyən ev heyvanları deyildiyi zaman deməli biz nələri götürücüyük? Hara getdi? Bax, bu hissəyə baxırıq. İnəkdir, qoyundur, keçidir, camışdır. Yəni ki, ev heyvanlarıdırsa biz oraya iti, atı, eşşəyi qatmayacağıq. Deməli, hər bir həyətyanı təsərrüfatın ev sahibi ev heyvanları və ev quşlarının sağlamlığında mükəmməl qidalanmanın necə böyük rol oynadığını yaxşı bilir. Yəni ki, heyvanlar da insanlar kimi də nə qədər mükəmməl qidalansalar, o qədər də nəyə olarlar? Sağlam olarlar. Məsəl üçün, biz bir toyuqları keçən zaman bilirdik ki, onlarda vitamin çatışmamazlığı zamanı nə hallar baş verir. Heyvanlarda həmçinin, eyni ilə də insanlarda hər hansı bir vitamin çatışmazsa, məsəl üçün, dırnaqların, dişlərin tökülməsinə, sümüklərin yeyilməsinə, yəni müxtəlif xəstəliklərə gətirib çıxa bilər. Deməli, buna görə də mütləq şəkildə qida ilə biz vitamin aldığımız üçün, heyvanlar da eyni zamanda qidalanaraq vitamin qəbul etdikləri üçün, onların yəni ki, qidalanmasında, sağlamlığında qidalanmanın rolu böyükdür. Bilirik ki, ev heyvanlarına, məsəl üçün, yem almaq üçün bizə kifayət qədər pul xərcləməliyik, düzdür? Bu da, necə deyək də, maddi imkan tələb eləyir bizdən. Amma ki, bu yemi almaqdansa, özümüz də yəni müxtəlif yem əlavələri hazırlaya bilərik də. Bu yemlər olduqca sərfəli olur, yəni bizim hazırladığımız yemlər. Yəni ki, vəsaiti də, yəni yemləməyə, aldığımız hazır yemləməyə olan vəsaiti də xeyli azaldır, ucuz başa gəlir. Deməli, gövşəyən ev heyvanları üçün yemin hazırlanması, tədarükü nədən ibarətdir? İndi bunlara baxırıq. Bax, ev heyvanları üçün ən çox istifadə olunan yem nə olacaqdır? Silos. Silos özü nədir? Bax, bitkilərin yaşıl hissələrinin qıcıqırtma yolu ilə konservləşdirilmiş heyvan və quş yemi. Bax, silos varsa, biz orada tezdən konservləşdirməni axtaracağıq. Konservləşdirmə də kip bağlanmış qabda aparılır da. Biz, məsəl üçün, 8-ci sinifdə meyvə və tərəvəzlərin konservləşdirməsini keçən zaman orada deyirdik ki, bankalardan istifadə olunur, ağzı kip bağlamalıdır, hava keçməməlidir. Burada da, yəni ki, heyvanlar üçün, yəni ki, o konservləşməni hazırlanan zaman bu silos konservləşmə məhsuludur. Burada da, yəni ki, onun da ağzı kip bağlanmalıdır. Silosun hazırlanma texnologiyası da çox sadədir. Bax, bunun üçün deyir ki, həcmi 100-500 litr olan hermetik bağlanmış qab lazımdır. Hermetikdə kip bağlanmış qabdır da, yəni hava keçməyən qab lazımdır. Deməli, 100-500 və daha çox həcmi olan, 100-500 litrdən çox həcmi olan hermetik qab lazımdır silosun hazırlanması üçün. Bax, bu 100-500-ə biz 100-lə 500 rəqəmlərinə çox yerdə rastlaşmışıq. Məsəl üçün, bu 500-ə əsasən. 100-500 dedik ki, silos üçün qabın həcmidir. Yiyələrdə, məsəl üçün, 100-400 deyirdik ki, yiyənin uzunluğudur. Sonra, çəkişlərin çəkisində də 400-500 idi. Deyirdik ki, o da çəkişlərin çəkisi də 400-500 qram olur. Bax, silosda 5 hərf var. Deməli, 100-ün yanında 500-dür silosun qabının həcmində. Yiyələrdə 4 hərf var. Deməli, 100-ün yanında da 400-ü götürəcəyik yiyənin uzunluğunda. Bax, bu cürə də bunları qruplaşdırıb yadda saxlaya bilərik. Bax, dedik ki, silos üçün qabın həcmi 100-500 litr olmalıdır. Hermetik, yəni kip bağlanmış qab lazımdır silos hazırlamaq üçün. Bu məqsədlə də, deməli,
dəmir beton halqalar və taxta qəlbin köməyi ilə də, yəni özümüz hazırlaya biləcəyimiz qutudan da istifadə eləyə bilərik. Dəmir beton halqa nədir? O ağzına nəsə qoyub onun kip bağlanmasını təmin etmək üçün. Taxta qəlibdə, yəni ki, onun içərisinə doldura bilərik də həmin o silosu. Əgər halqalar və ya qutunun hazırlanmasına imkan yoxdursa, bu zaman nədən istifadə edə bilərik? Deməli, halqa yoxdursa, qutunun hazırlanmasına imkan yoxdursa, bu zaman onun əvəz edicisi kimi vaxtı sona yetmiş İstənilən çəlləyi götürüb ondan silos qabı kimi istifadə edə bilərik. Deməli, o çəlləyin daxilinə polietilen təbəqədən hazırlanmış şılanq qoyulub, doğranmış məsəl üçün bitki qalığı ilə əsaslı surətdə doldurulur və ağzı kip bağlanılır. Mütləq şəkildə silosun ağzı hermetik, yəni kip bağlanmalıdır. Deməli, silosun keyfiyyəti qablaşdırmanın sıxlığından və hermetikliyindən çox asılıdır. Ona görə də silosu yığan zaman doğrayıb yığırıq. Həm də döyəşləyirik ki, kip olsun, sıx olsun, ağzı da kip olsun. Deməli, bitkidən olan xam malı daha sıx qablaşdırmaq üçün onu doğrayırıq. Doğranmış kütlə asan hamarlanır və yaxşı nə edir? Kipləşir. İndi davam edir. Bax, kütlə dedik ki, nə qədər sıx olarsa, bir dəqiqə səhifəni dəyişək. Dikiş kütlə nə qədər sıx qablaşdırılarsa, yem də bir o qədər keyfiyyətli olar, itki azalar. Yəni, sıx qablaşdırılsa, hava işləməsə, aralarında hava qatları olmasa, yem də keyfiyyətli olar, çürüməz. Həm də itkiləri də az olar. Nə qədər keyfiyyətli olsa, tullantısı da o qədər az olar. Deməli, iri buynuzlu malqara üçün silos hazırlayarkən istənilən otdan, o cümlədən də alaq otlarından istifadə eləmək olar. Həm sadə otdan, həm də ki, o alaq otları ki var, biz onları, məsəl üçün, həyətdə qopardıb atırıq ki, pis görünüş verir. Yəni, o alaq otlarını da o nazik ota qatıb istifadə eləmək olar malqara üçün silos hazırlayarkən. Deməli, sadəcə bu kütlə xırda doğranmalıdır və döyəşlənib bərkidilməlidir. Yəni, preslənməlidir bir-birinə. Deməli, 100 kiloqramlıq çəkisi olan hər bir inəyə hər yemləmədə 3-5 kiloqram olmaqla sutka ərzində 15-18 kiloqram silos verilir. Deməli, birdən-birə bəzi müəllimlər bu 15-18 kiloqramı görürlər. Deyirlər ki, hər yemləmədə tutam səhv götürürlər də variantı 15-18 kiloqram verilir. Yadınızda qalsın ki, 15-18 kiloqram silosu bir dəfəyə o 100 kiloluq inə yeyib qutara bilməz də, zərər edir ona. Ona görə yadınızda qalsın ki, hər yemləmədə 3-5 kiloqram silos verilir. Amma gün ərzində ümumi şəkildə 15-18 kiloqram silos verilir. Bu 15-18 kiloqram sözünə biz müxtəlif yerlərdə rast gəlmişik. Bax, birinci burada rast gəldik deyək ki, 100 kiloluq inəyə deməli, sutka ərzində 15-18 kiloqram silos verildi. Sonra, bax, keçmişdik 7-ci sinifdə idimi, yoxsa 8-də idimi? 8-ci sinifdə deyəsən. 1 yaşa qədər quzunun çəkisi 15-18 kiloqram olur. Bax, inəyə silos verirdik gün ərzində 15-18 kiloqram. Amma 1 yaşa qədər olan quzunun çəkisi özü, yəni ki, 15-18 kiloqramdır. Bir də toz soğranın tozluğunun çəkisi demişdik ki, 1,5, 1,8 kiloqram olur. İndi davam edirik. Bax, deyir ki, hazırlandığı otların növündən asılı olaraq silos 1 və ya 3 aya qədər hazır ola bilir. Məsəl üçün, elə bərk ot var ki, gec, yəni ki, o silo konservləşir. Ona görə 3 aya hazır ola bilir. Amma elə ot var ki, nazikdir, yumuşaqdır, tez konservləşir. O 1 aya da hazır ola bilər. Bax, yaxşı hazırlanmış silos buralar testə düşür. Qızardılmış çörək və alma ətri verir. Deməli, yaxşı çörəyi də almanı da biz nə edə bilərik? Yeyə bilərik, düzdür. Ona görə də deyirik ki, yaxşı keyfiyyətli silos qızardılmış alma, qızardılmış çörək və alma ətri verir. Rəngi də sarımtıl, yaşıla çalan tünd qəhvəyi rəngə dəyişir. Adicənə tənək tutanda, əgər o tənək yaxşı tutubsa, sarıya çalan olur da, düzdürmü? Sarımtıl yaşıllıdan ibarət olur. Tünd qəhvəyə qədər onun rəngi dəyişir. Silos da belədir. Əgər silos sirkə turşusu və yaxud kəskin
amonyak, yəni P-nin iyi verirsə, yəni xoşa gəlməz qoxu verirsə, rəngi də çirkli yaşıl, yaşıl və yaxud çirkli yaşıl rəngdədirsə, deməli o korlanıbdır. Yəni yaxşı silos daşıyıbdır. P-in qoxulu silos yeməli ola bilməz. Yəni onu heç bir mal yeməz. Deməli, alma ətri, qızardılmış çörək ətri verirsə istifadəyə yararlıdır. Rəngi də sarımtılı yaşıldan tünd qəhvəyiyə qədər olmalıdır. Yox, amonyak iyi verirsə, sirkə turşusunu iyi verirsə, P-ni iyi verirsə, rəngi də yaşıl və yaxud çirkli yaşıl rəngdədirsə, deməli onu yemək olmaz. Mallardan gedir də söhbət. Sonra, deməli, hər yemləmədə alt qatları yumşaldılmaq şərti ilə lazımi porsiyada silos götürüldükdən sonra örtüyü kip bağlamaq lazımdır. Adıcana kələm tutması tutan zaman hər dəfə götürəndə nə edirik? Təzə tutan zaman onu altın üstünə qarışdırırıq ki, yaxşı tutsun da o, yaxşı konservləşdirsin. Eləlikdə də silos da elədir ki, hər yemləmədə alt qatları yumşaldılmaq şərti ilə lazımi porsiyada silos götürüldükdən sonra örtüyü kip bağlamaq lazımdır. Bu silos tutalım ki, qutarıbdır. Sonda qabı əsaslı olaraq qalıqlardan təmizləmək lazımdır. Bu təmizləmə işini də nə ilə aparırıq? Əhəng məhlulu ilə dezinfeksiya edərik. Məsəl üçün, ağaclara biz əhəng məhlulu aşağı hissədən sürtürük ki, ora həşəratlar daxil olub o ağacdakı meyvələri falan yeməsinlər də. Bax, eyni ilə də həmin o silos qabı da taxtadan olur. Ora o həşəratlar cümub o şeyi çürütməsinlər, qurd salmasınlar deyənə onu da yəni əhəng məhlulu ilə nə edirik? Dezinfeksiya edirik. İndi davam edirik. Bax, deyir ki, ev quşları üçün, bax, biz malqarı üçün silosu hazırladıq. İndi baxaq görək, ev quşları üçün yemin hazırlanması və tədarükü texnologiyası nədən ibarətdir? Bax, quşlar üçün müxtəlif yemlərin tədarük edilməsi o qədər də çətin deyil. Çünki bilirik ki, toyuqlar müxtəlif yemlərə asanlıqla uyğunlaşır. Yəni, nə versək yeyirlər də. Amma ki, qazı mütləq yəni, aparıb otarmaq lazımdır. Otla qidalanırlar çünki. İndi baxaq görək, quşlara yem kimi nələr verilir. Bax, taxıl və taxıl qalıqları verilir. Texniki istehsal qalıqları verilir. Heyvan yemləri verilir. Vitamin və şirə kökləri verilir. Bir də mineral yemlər verilir. Bax, bu hissəni çox diqqətlə oxuyun. Buralara yəni ki, qarışıq variantlı testlər salırlar. Bax, taxıl və taxıl qalıqları deyəndə bütöv olanları yadda saxlayırıq. Darıdır, yulafdır, buğdadır, çovdardır, arpadır, qarğıdalıdır, noxuddur, mərcir. Yəni, üzərində heç bir istehsal getmədən, bütöv şəkildə, nə olsun taxıl qalıqları yazılır. Yadınızda qalsın ki, üzərində heç bir müəyyən iş getmədən əldə olunan, yəni yığdığımız kimi yulafdır, darıdır, buğdadır, çovdardır, arpadır, qarğıdalıdır, mərcidir, noxuddur. Bunlar aid oldu taxıl və taxıl qalıqlarına. Bax, texniki istehsal qalıqları deyildiyi zaman müəllimlər. Deməli, bura nələr daxildir? Texniki istehsal qalıqlarına. Buğda yarmasıdır, yəni buğdadan alınan bir şeydir. Dərman tullantısıdır. Məsəl üçün, dərmanda onu çıxardıblar buğdadan, o tullantı, o qalan o qabıqlar. Ondan sonra burada nədir? Qurudulmuş çuğundur cecəsidir. Yəni ki, çuğunduru özü qurudublar, özündən istehsal edir. O yerdə qalan cecəsidir ki, texniki istehsal qalıqlarına aid edir. Bir də bitki cecəsi, şurotdur. Bunlar hamısı nəyə aiddir? Texniki istehsal qalıqlarına. Yəni, üzərində hər hansı bir istehsal gedib, o qalan qalıqlar adlanır texniki istehsal qalıqları. Baxın, bu hissə. Bax, şurotla cecəni qarışdırırlar. Bax, yadda saxladıq. Cecə nədir? Bitkilərin şirəsi çıxıldıqdan sonra qalan qalıq. Yəni, cecənin yanında cecə sözü ola bilməz cümlənin sonunda. Bax, şurotda cecə sözü veriblər, amma burada qalıq deyir. Bax, şurotda nə deyir? Günəbaxan tumlarının cecəsi. Bax, cecə sözü ilə şurotu yadda saxlayırıq. Qalıq sözü ilə də cecəni, yəni şirəsi çıxandan sonra qalan qalıq. Bax, cecəni çərdək sözü ilə də yadda saxlayarıq. Şurotu da günəbaxanla, yəni simişqa ilə də yadda saxlaya bilərik. İndi davam edirik. Bax, bir də var mineral yemlər.
Yox, mineral yemlərə keçməyək. Birini ötürdük, ona baxaq sonra. Bax, bu oldu texniki istehsal qalıqları. İndi baxırıq heyvan yemlərinə. Bax, heyvan yemləri deyəndə, bax, heyvandan alınanlar nəzərdə tutulur. Elə yadda saxlayın. Bax, üzü yığılmış süd. Südü hardan əldə edirik? Heyvandan. Ayran, heyvan məhsulu, düzdür. Ət və ət sümük unu, heyvan məhsuludur. Sonra balıq unu, yenə heyvandan əldə olunur. Sağlam heyvan qanı, yenə heyvandan əldə olunur. Böcəkdir, tırtırdır və başqa kənd təsərrüfatı ziyanvericiləri və torpaq soxulcanları. Bax, heyvanla bağlı olanları aid etcəyik hara? Heyvan yemlərinə. Yəni ki, hamısı heyvandan alınanlardır. İndi baxırıq vitaminlər və şirəli köklər. Vitaminlər və şirəli köklər deyəndə də artıq burada bitkilər nəzərdə tutulur. Gicitkandır, yoncadır, yem kələmidir, qırmızı kökdür, silosun özüdür, otdur, ot ovuntusudur, çuğundurdur, turpdur, şalğamdır, kartofdur, kələm yarpağıdır, kahı, ispanaq, zəncir otu və s. Yəni bunlar hamısı deməli nəyə aid oldu? Vitaminli və şirəli köklərə. Heyvan yemlərinə də dedik ki, heyvandan əldə olunanlardır. Texniki istehsal qalıqlarına da dedik ki, üzərində hər hansı bir proses keçib, o qalan qalıqlardır, cecələrdir. Taxıl və taxıl qalıqlarda da bütöv, yəni ki, o üzərində heç bir istehsal getməyən, təbiətdən yığdığımız kimi olan məmulatlardır. Yulafdır, darıdır, buğdadır, çovdardır, arpadır, qarğıdaldır, mərcidir. İndi keçək növbəti səhifəyə, orada minerallar da var, mineral yemlər. Onlara da baxaq, görək ora nələr daxildir. Baxın, mineral yemlərə artıq burada ağ rəngdə olanlarla yadımızda saxlayırıq. Bax, sönmüş əhəngli təbaşirdir. Hansı rəngdədir? Ağ rəngdədir. Mineral yemlərə daxildir. Yumurta qabığıdır. Üydüb veririk. Ağdır. Mineral yemlərə daxildir. Balıq qulağıdır, ağdır, sümük unudur, çınqıldır, ağac kömürü, xörək duzudur. Yəni bunlar hamısı ağ rəngdə olan məmulatlardır. Bunların da hamısını hara aid etdik? Mineral yemlərə. İndi baxırıq silosa. Bax, silos nədir? Təzə göyərtinin və başqa vitaminli yemlərin tədarük edilməsi və uzun müddət saxlanılması üsullarından da biri siloslaşdırmadır. Bax, silos konservləşdirilmiş heyvan quş midir? Siloslaşdırma isə uzun müddət saxlamaq üçün olan bir şeydir.